Xəstə Ağayev Saday deməli düz bağırsağın xərçənginə görə xəstə özəl klinikada aşağı öləcək olub 2024-cü ildə. İndi hal-hazırda demək implant törəmələrin yoğun bağırsaqda implant törəmə, nazi bağırsağın implant törəməsi qanununda bana biz buranı çəkin zaman nazi bağırsağın böyük bir segmentin bax bu implant törəmədir, implant törəmələrdir. Nazi bağırsaq özünə cəlb eləyib. Sonra implant törəmənin biri də var, burada var, bir-birinə bağırsağı yapışdırıb, içində implant törəmə var. Bir neçə yerdə implant törəmələr var xəstədə. Biz bütün nazi bağırsaq hansı rezeksiya elədik implant törəmə birdə və yoğun bağırsaqda böyük pillə bərabər, yoğun bağırsaq böyük pillə bərabər bu böyük pillikdir, bu da yoğun bağırsaqdır. Burada da bir implant, burada da bir implant törəmə var. Hansı ki keçməməziyyət səbəb olmuşdur. Bax, burada bağırsaq mənfəzi, bax, burada tam daralıb, barmağım heç keçmir bura. Bax, burada daralma var, bax, burada törəmə var. Tam törəmə buranın daraldıb, barmaq da keçmir. İmplant törəmə. Və sidiya xarı da, sidiya xarının içindən də implant törəmələr keçdiyinə görə biz implant törəmələri çıxardarkən peritonektomiya var. O vermənə zəhmət olmuşlar. Altında bütün implant törəmələr var, bax, hamısı implant törəmələrdir. Bax, bu sidiya xarının içindən keçirdi, bax, implant törəmə. Bax, sidiya xarı bunun içindədir. Bax, bu sidiya xarı buradadır. Sidiya xarı buradadır. Ona görə də sidiya xarının implant törəməsinin keçdiyinə görə biz məcburi həm böyrəyə də çıxartdıq, nefrektomi elədik. Çünki sidiya xarı çatmırdı sidik hissəsinə. Burada da həm də böyrəkdə də kistalar var. Bax, bu kistalardır, böyrəyin kistasıdır. Bax, burada da yəni, böyrədə kista var. Və bu bütün peritonun hamısı implant törəmələrinin hamısı xaric elədik. Belə, sağ olun.